Salam olsun əziz və böyük Türk millətim. Salam olsun Mustafa bəy sizə və MGTV izləyicilərimizə və bütün Türk dünyasına. Bugün kısa çəkdiyim video konumuz bildiğiniz kimi Türk Silahlı Qüvvələrinin C-130 kargo uçağının Azərbaycandan qalxarkən Gürcüstan sınırında qəzaya uğraması və orada 20'ye yaxın dağ boyda igid oğullarımızın, subaylarımızın, əsgərlərimizin şəhid olması bunu hamı bilir. Ancaq nə oldu da qara qutu açılmadı mı? Və yaxud da ki bunun günahkarları bilinmədi mi? Niyə səssizdirlər? Niyə Türkiyə mediası və Azərbaycan mediasından bir səs yoxdur? Bunu açıqlama vermirlər. Demək, burada iki şey var. Əgər səs yoxdursa, bu qəzadırsa da, Türkiyə Milli Savunma Bakanlığının günahları var. Çünki vaxtında buna izin verən qalxmağa, uçmağa və yerindən Azərbaycanda da uçmamışdan öncə ona izin verənlər günahkardılar, əgər bu qəzadırsa da. Və yaxud da bu təyyarəyə, uçağa saldırmışlarsa, saldıranları bilirlər və demirlər. Ya da o saldıranlar elə bir gücdür ki, qorxurlar. Dağ boyda igid oğullarımız şəhid olmuş, heç qırxı çıxmamış. Nə Türkiyə mediasında, nə açıqlama var, nə bir yerdə. Qara qutu açılıb qutarmadı mı? Çoxdan açılmış. Deməzlər, əlbəttə ki, çünki şəhid olan Türk əsgərləri, Türk millətidir. Bir dənə orada başka qeyri-millət ölsəydi, ya bir Avropalı, Gürcüstan, Azərbaycan, Türkiyəni bütün qaldırmışlar ayağa. Bir günə tapmışdılar. Ona görə də dillənməyəcəklər, açmayacaqlar. Heç elə bir belə şey olmuyor. Əmir komutanları da bu günləri İzniki ziyarət edir, tören edir. Bundan sonra Türk dünyasının, əsas da Türkiyə Cumhuriyyətinin başına gələn fəlakətləri gözləyin. Aydınlarımız, yazarlarımız, professorlarımız söylədi, yazdı, dedik. Səs verən olmadı, eşitmədilər. Mücadiləmiz sonuna kimi, nə mutlu Türküm deyənə